Əsrlərdən gələn ənənə filminin təqdimatı keçirilib. Rüfət Əsədovun rejissorluğu ilə ərsəyə gələn Azərbaycan və İsrail rejissorlarının birgə istehsalı olan sənədli filmin prodüseri Şaul Simantovdur. Rüfət Əsədov çıxışında bildirib ki, sənədli film Azərbaycanı şərq və qərb mədəniyyətinin tarixi boyu dinç şəkildə qovuşduğu məkan kimi təqdim edir və ölkənin uzun müddətli multikulturalizm və tolerantlıq ənənələrini önə çıxarır. Azərbaycan-İsrail birgə istehsalı olan ekran əsərində görkəmli xalçaçı rəssam, kolleksiyaçı və dağ yəhudilərinin irsinin tədqiqatçısı Albert Rəfiyevin fəaliyyəti və əsərləri işıqlandırılır. Filmdə onun dağ yəhudilərinin mədəni irsinin qorunmasına verdiyi töhfələr, Azərbaycan və yəhudi mədəni elementlərini birləşdirən yaradıcılığı, eləcə də iki xalq arasında mövcud olan harmonik birgə yaşayış nümunələri nümayiş etdirilir. Film artıq Birləşmiş Ştatlar, Almaniya, Niderland, Çexiya və Rusiyada daxil olmaqla bir sıra ölkələrdə nümayiş üçün təkliflər alıb. Mən çox şadam ki, bugün Azərbaycanda bu film göstərilir. Mən bütün Azərbaycan xalqına sülh və əmin-amanlıq arzu edirəm. Hara getsəm də bu filmlə, yəni Azərbaycan bu filmdə mənimlə olacaq. Əsrlərin dərinliyindən gələn ənənələr filmi bizim Azərbaycan yəhudiləri haqqında çəkilmiş artıq 9-cu filmdir. Yəni ilk dəfə əsası 1999-cu ildə qoyuldu. Filmin əsas məqsədi nədir? Yəni bu insan iki mədəniyyəti özündə birləşdirir. Yəni xalça Azərbaycan xalçasıdır, amma orada o yəhudi süjetlərini əks etdirir.